Bizim bir tədad siyasi fəallarımız Tehran və Təbriz zindanında həbsdədirlər. Və 22 gündür ki, Vədud Əsədi və Tahir Nəqəvi etisab qəzadadırlar. Və bu dostlarımızdan himayət üçün Məhmud Ocaqlı, Ayaz Seyfxa və Əzimi Qədimi 2 gündür ki, etisab qəzaya başlayıblar. Əziz millət, necə ki bilirsiniz, biz bir-birimizin yanımızda olmasaq, siyasi fəallarımızın qabaqda gedən milli fəalların arxasında durmasaq, bunlar bizi bir gün Azərbaycanın gözəl qızı Aylar Həqqi kimin öldürüb deyə silahotkoş elədi. Və ya İhsan Fəridi kimin, gənc cavan kimin müharibə adı qoyub və hökm edən verəcəklər. Və ya 3, 5, 9 il zindan verib, bunların etisab qəzalarına da dəyər verməyəcəklər. Əslində bugün etisabda olan, bugün zindanda olan siyasi fəallarımız bir xalq üçün, bir millət üçün mübarizə aparır, savaş aparır. Və biz Azərbaycan xalqı, Azərbaycan milləti olaraq bizə vəzifədir bunların arxasında durub və bunlara dəstək olaq. Yəni bu dostlar bir xalq üçün savaşırlar. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Dostlar, siyasi məhbusların, siyasi zindanlərimizin, xüsusən indi etisab qəzada olan dostlarımızın arxasında olub, bunlara dəstək olub, bunlardan himayət eləyək. Yaşasın Azərbaycan, yaşasın azadlıq sevən insanlar.